çalışın insanlara öndər olmağa çalışmayın. Rəhbərlik eləməyə çalışmayın. Çünki siz önə atıldıqca arxanızdakı insanların əməlləri sizə yazılır. Çünki siz onların vaxtına, həyatına təsir edirsiniz. Dostlarla məsələn qırağı çıxanda kimsə götürməyə gedirik. O deyir ki, saat 5-də görüşəcəyik. Saat 6-ın yarısında adam yoxdur. Sonra oturub evində. Bu adam fikirləşməlidir ki, mən insanların haqqına girirəm. Yəni, əgər 5 deyə adam məni gözləyirsə, yarım saat məni gözləyirsə, o yarım saatın həyatına girmiş oluram. Və qiyamət günü onlara cavab verəcəm. Biz elə bir elə qiyamətdə ancaq namaz, orucdan elə şeydən, dəstəmazı 2 dəfə buradan tökmüşdü və buradan tökmüşdü. Bunlardan elə bildik ki, soru-sonucu. Yox, insanların həyatına nə qədər təsir eləmişsən, o qədər də qiyamətdən cavab verəcəksən. Acı bir elementar məsələ dedim, deyil mi? İnsanların vaxtına girmək.